Venezuela prezidenti Maduro bir anlıq yoxa çıxdı. ABŞ-dan gələn xüsusi təyinatlı dəstə heç bir itki vermədən onu apardı. Donald Trump bu hadisəni təsdiqləyib və əməliyyatın yüksək dəqiqliklə gerçəkləşdiyini bildirib. Eyni zamanda Venezuela hökuməti ABŞ-ı hərbi təcavüzdə ittiham edərək fövqəladə vəziyyət elan edib. Bu hadisələr Venezueladakı siyasi böhranın yeni mərhələyə qədəm qoyduğunu göstərir və ölkənin gələcək siyasi mənzərəsinə təsir edə bilər. Bu hadisə bir daha ona göstərir ki, gücün mərkəzində olan ölkə istənilən an öz iradəsini yeritmə gücünə malikdir. ABŞ-ın bu addımı bir daha sübut etdi ki, dünya sahəsində güc sahibi olmaq istənilən an iradəni həyata keçirməyə imkan verir. Bəs siz nə düşünürsünüz? Bu bir şoudur, yoxsa siyasi bir addım və yaxud da güc nümayişi? Buyurun şərhlərdə yazın.